Bakıda marşrut avtobus avtomobillərə çırpılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə Binəqədi rayonunun Biləcər qəsəbəsində qeydə alınıb. Belə ki, Çinar Trans MMC-yə məxsus Isuzu Cityport markalı avtobus 5 avtomobili əzərək gül mağazasına girib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Habil Səfərlioğlu Nəsirovun idarə etdiyi 77 JD 819 dövlət qeydiyyat nişanlı Isuzu markalı sərnişin avtobusu Faiq Hüseynəloğlu Axundovun idarə etdiyi 99 AL 242 dövlət qeydiyyat nişanlı Hyundai markalı minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra yol kənarındakı daha 3 avtomobilə dəyən avtobus gül dükanına çırpılıb. Nəticədə Hyundai markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəloğlu Axundov xəsarət alıb. Baş vermiş faktla bağlı araşdırma davam etdirilir. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Məlumatda deyilir: Bakının Xətai rayonu Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili qəzaya düşərək aşıb. Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb, sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb olunub. Hazırda polis tərəfindən zəruri tədbirlər görülür. Bakı şəhər Xətai rayonu Zığ beton yolunun kəsişməsində evakuator idarəetməni itirərək magistral yolda aşıb və nəticədə yola yağ və yanacaq dağılıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə gəliblər. Yanğın söndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yağın təhlükəsi aradan qaldırılıb. Balakəndə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Belə ki, rayonun Şərif kənd sakini Yaqub Şəhmiroğlu Yaqubovun idarə etdiyi Mercedes markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qum topasına çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin Ramazan Şamiloğlu Qəbəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Lakin sürücü bir neçə saat sonra aldığı ağır xəsarətlərdən həyatını itirib. Faktla bağlı araşdırmalar davam etdirilir. Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində qeydə alınıb. Əbdürrəhman Natiq oğlu Rəhimov idarə etdiyi Kia Sorento markalı avtomobillə piyada 2012-ci il təvəllüdlü Banu Zahid qızı Qədəşovanı vurub. O aldığı xəsarətlərdən həyatını itirib. Baş vermiş faktla bağlı Suraxanı rayon polis idarəsində cinayət işi açılaraq istintaq aparılır.